uşaqlar, xoş gördük sizləri. Bugün mən Aydə müəllimə sizinlə elektromaqnit induksiyası bölməsindən olan 69-cu məsələnin həllinə baxacağam. Məsələdə bizə deyir ki, K açarını qapadıqda sarğacdan keçən maqnit seli necə dəyişəcək? Maqnit selinin necə dəyişdiyini bilmək üçün bizə qapadıqda sözünü veribsə, demək ki, bizim açarımız birinci açıq olubdur, sonra qapanıbdır. Biz birinci açıq halına baxıb, sonra qapalı halda tapıb, bunları müqayisə edəcək ki, görək maqnit selimiz bizim necə dəyişibdir. Birinci qapadıqda deyirsə açıq halına baxırıq. Açıq halında açarımız açıq olanda cərəyan yalnız gəlib buradan keçəcək. Yalnız buradan gedəcək. Yəni burada sadəcə aşağıdakı R bizdə aktiv olmuş olacaq. Biz də bilirik ki, I bərabərdir U bölünsün R düsturundan. Bizim müqavimətimiz burada, ümumi müqavimətimiz R oldusa, o zaman da burada uşaqlar dəyişən heç nə olmayacaq. Çünki R dəyişmədiyi üçün mən burada R'i sabit olaraq saxladım. İndi baxıram ikinci halına. İkinci halında deyir ki, gətir açarı qapa. Tamam, açarı o zaman qapıyaq. Açarı bağladıqda cəryan həm buradan keçib gedəcək, həm də buradan keçib gedəcək. O zaman baxacağım ki, bu iki müqavimətin ikisi də aktiv olmuş olacaq. Və müqavimətlər dövrəyə necə qoşulub? Paralel qoşulubdur. Paralel qoşulmanın da ümumisini tapmaq istədikdə, yəni ümumi müqaviməti, əgər müqavimətlər eynidirsə, ikisi də R-dirsə, o zaman paralel qoşulmanın ümumi nə qədər müqavimət verdiyini tapmaq üçün verilən müqavimətlərin sayına bölmək lazımdır. Yəni buradan tapdım ki, R ümumi bərabərdir, R bölünsün 2-yə. İndi bu bizim I1'imiz idi, bu bizim indi I2'miz olacaq. Buradan baxanda bilirəm ki, düsturum U bölünsün R'dir. O zaman indi ikinci dəfə gətirib buradakı R'in yerinə tapdığım R'i qoyacağım. Olacaq onda U bölünsün R böl 2, 2 də qalxacaq yuxarı, olacaq 2U bölünsün R. Demək ki, açarı qapadıqda mən ümumi cərəyanımı tapdım ki, 2U bölünsün R oldu. O zaman bu 2U bölünsün R'i hər qola ayrı-ayrı paylasam, hər birinə nə qədər düşəcək? U böl R qədər cərəyan düşmüş olacaq. Baxıram ki, birinci halında da elə açıq olanda da cərəyanımız U böl R qədər oldu. İkinci halında da cərəyanımız U böl R qədər oldu. Nə baş verdi? Cərəyanımız dəyişmədi. Cərəyanımız sabit qaldı. Bizdən də maqnit selini soruşduğu üçün maqnit selinin düsturunda L vurulsun I ilə ifadə etsəm, I konstant qalırsa əgər dəyişmirsə, o zaman maqnit selimiz də dəyişməyəcək, konstant qalmış olacaq. O zaman cevabımız olacaq, dəyişməz. Əgər siz də mənimlə bərabər məsələləri bu cür asan şəkildə həll etmək istəyirsinizsə, o zaman indi qeydiyyatdan keçib dərslərimə qoşulmağa tələsin.